Salam əziz izləyicilər. Videolarımıza qaldığımız yerdən davam edirik. Deməli, indi bu gün sizə keçəcəyim çevirmə düsturlarını. Nədir bu çevirmə düsturları? Yadınızdadsa mən sizə ilk dərs cədvəl öyrədəndə dedim ki, bucaqlar çoxdur. Sadəcə bütün trigonometrik bucaqları əzbərləmək həm zaman itkisidir, həm də ki, yadda qalmır. Ona görə nə edəcəyik biz? Çevirmə düsturlarını yaxşı bilməliyik. 4 dənə çevirmə düsturum var. 90 dərəcə, 270 dərəcə, 180 dərəcə və 360 dərəcə. 90 dərəcəyə pi bölü 2 deyəcəyik, çünki pi 180-dir radianla. 270-ə 3 pi bölü 2 deyəcəyik. 180 dərəcəyə pi deyəcəyik və 360 dərəcəyə 2 pi deyəcəyik. Yadda saxlayın, 180 və 360 dərəcədə trigonometrik bucağın adı dəyişmir. Nədir bu deyəcəm birazdan. 90 və 270 dərəcədə trigonometrik bucağın adı dəyişir. Bunu siz qeyd kimi götürərsiniz. Nə deməkdir bu? Baxın, məsələn, mən yazıram ki, tutaq ki, sinus 90 dərəcə üstəgəl alfa. 90 dərəcə varsa sinusun adı dəyişir olur kosinus alfa. Və rübə baxıram. Rübə necə baxacaq? Biz axı demişdik, trigonometriya saatın əks istiqamətlə hərəkət edir və buradan başlayır da. Baxın, belə hərəkət eləyə gedir. Deməli, belə hərəkət eləyə gedir. Və 90 dərəcə bizdə bura deyil, 90 dərəcə. 90-ın üstünə gələrəmsə, biz demişdik axı, saatın əksi istiqaməti üstə gəlmədir, müsbət bucaqdır. Saatın istiqaməti mənfidir. Burada üstə gəlmə varsa, 90-dan saatın əksi istiqamətini doğru gedəcək, düşəcəyik ikinci rübə. Və ikinci rübdə də sinus müsbət olduğuna görə cavabımız müsbət olacaq. Amma bu sinus 90 çıx alfa olanda, bu zaman yenə ad dəyişir, olur kosinus, həmin bu alfanı yazırıq. 90-dan geri qayıdırıq. Yəni, mənfidirsə saat istiqamətinə birinci rübə düşür. Birinci rübdə də sinus müsbət deyəndə bura müsbət olur. Çox uşaq buna baxır, buna baxmırıq uşaqlar. Başda olan bucağın rübünə baxırıq və ona uyğun işarə təyin edirik. Məsələn, mən yazıram ki, tangens 270 üstəgəl alfa. 270-də də ad dəyişir, olur kotangens. Alfanı yazırıq. İndi uşaqlar 270 dərəcə buradır, düzdürmü? Üstəgəlmə isə saatın əksi istiqamətidir, yəni bu istiqamətdir. Üstünə gəlirəm, düşürəm 4-cü rübə. 4-cü rübdə tangens mənfi deyənə cavab mənfi olur. Uzun sözün qısası, üstəgəl olanda saatın əksi istiqaməti, çıxma olanda saat istiqamətində hərəkət eləyib, baxacaq ki, hansı rübə düşürsə, verilən funksiyanın rübünə uyğun işarəni müəyyən edəcək. Və sinus kosinusa çevrilir, kosinus sinusa. O 90 və 270-də təbii ki. 180-də 360-da dəyişmir. Tangens kotangensə doğru dəyişir, kotangens isə tangensə dəyişir. İndi bunu belə də yazdıra bilərəm. Məsələn, sinus 90 üstəgəl alfa olanda ad dəyişir, olur kosinus alfa. İkinci rübə düşdüyünə görə müsbət olur. Məsələn, sinus 90 çıx alfa olanda ad dəyişir, olur kosinus alfa. Yenə birinci rübə düşür, müsbətdir. Məsələn, kosinus 180 üstəgəl alfa tutaq ki də. 180-da ad dəyişməklə kosinus alfa olur. Uşaqlar, 180 burada da üstəgəlsə saatın əksi istiqamətdə düşür 3-cü rübə. 3-cü rübdə kosinus mənfi deyənə cavab mənfi olur. Yəni, biz bunu vahid çevrədə də göstərsək sizə. Bura 90 dərəcədir. Baxın, bu istiqamət üstəgəldir, bu istiqamət çıxdır. Məsələn, bura 0 dərəcə və ya 360 dərəcədir. Bu istiqamət üstəgəldir, bu istiqamət çıxmadır. Bura 270 dərəcədir, bu istiqamət üstəgəlmədir, bu istiqamət çıxmadır. Və bura 180 dərəcədir, bu istiqamət çıxmadır, bu istiqamət üstəgəlmədir. 90 yerinə pi bölü 2 ilə yaza bilərik. 360 yerinə 2 pi yaza bilərik. 270 yerinə 3 pi bölü 2 və 180 yerinə pi yaza bilərik. Məsələn, bizə desək ki, tutaq ki, sinus
pi böl 2 üstəgəl alfa. Bu pi böl 2 90 deməkdir və sinus 90-da ad dəyişir, olur kosinus alfanı yazırıq. 90-ın üstünə gəlmişəmsə saatın, bax 90 burada, saatın əks istiqamətdir və düşmüşəm ikinci rübə, sinus da 2-də müsbət deyənə müsbət kosinus alfa olur. Bu bizim nə işimizə yarayır? Və məsələn, mənə deyir ki, imtahanda kosinus 225 dərəcəni tap. Biz cədvəldə 225 olduğunu bilirik, amma əzbərə bilmirik də. Heç mən də əzbərləmirəm. Çünki vacib deyil əzbərləmək. Yolunu bilirəm. Mən 225-i bildiyim bucaqlarla yazacağam. Çevirmə düsturlarını. Məsələn, mən bunu 180 üstə 45 yaza bilərəm də. Çünki çevirmə ya 180-dir, ya 270-dir, ya 360-dir, ya 90-dır. Bu bucaq hansına yaxındırsa, onlardan biri ilə yazın. Yəni 90-la da yaza bilərdik. Fərqi yoxdur, eyni cavab alınacaq. 180-da ad dəyişmir, ona görə kosinus olduğu kimi qalır. Bu 45-i yazırıq bura. İndi baxırıq rübə. 180-ın üstünə gəlmişəmsə, 180 buradadır. Üstünə gələndə düşür 3-cü rübə. Kosinus 3-cü rübədə mənfi deyənə qabağına mənfi atırıq. Mənfini yazdıq. Kosinus 45-də cədvəldə kök 2 böl 2 alırdı. Deməli, kosinus 225 dərəcə mənfi kökdə 2 böl 2-dir. Məsələn, mənə deyir ki, tutaq ki, tangens 135 dərəcənin qiymətini tap. 135 dərəcənin cədvəldə var, amma biz bilmirik. Biz bunu belə yazmaq istəyirik. Məsələn, yazırıq 90 üstəgəl 45 kimi. Həqiqətən 90 üstə 45 gələndə 135 eləyəcək. 90-da ad dəyişir, olur kotangens. 45 olduğu kimi qalır. İndi rübə baxırıq. Uşaqlar 90 dərəcə buradır. Üstünə gələndə saatın əksi istiqamətdə düşür ikinci rübə. İkinci rübədə tangens mənfi deyənə qabağına mənfi atırıq. Kotangens də 45-də alır 1, amma mənfi var, olur mənfi 1. Yəni, belə çox sadə həll eləmək olur. Bir də sizə onu deyim ki, əgər trigonometrik bucaqların qüvvətləri cütlüsə, məsələn 2, 4, 6 və s. Məsələn, sinus kvadratı tutaq ki, pi bölü 2 üstəgəl alfa. Bu zaman rübə baxmağa ehtiyac yoxdur. Niyə? Mənfi də olsa, müsbət də olsa, zaten kvadrat onu müsbət eləyəcək. Ona görə pi bölü 2-də ad dəyişir, olur kosinus, kvadratı yazırıq, alfanı yazırıq, rübə baxmırıq. Məsələn, mənə deyir ki, tangens kvadrat 3 pi bölü 2 üstəgəl alfa. 3 pi bölü 2 uşaqlar 270 dərəcədir. 270-də tangens adını dəyişir, olur kotangens. Kvadratı yazırıq, alfanı yazırıq, rübə baxmırıq, çünki cüt qüvvətdir. Tək qüvvətdə amma mütləq baxmaq lazımdır. Məsələn, bu tək qüvvət olsaydı, yəni tangens olsaydı, tangens kubu olsaydı, 4-cü rübə düşdüyünə görə qabağına mənfi atacaqdıq. Sadəcə kvadrat deyənə mənfini udacaq. Gəlin indi bunlara aid test topusuna nümunələrə baxaq. Məsələn, birinci, ikinci sual bayaq dediyim kimi asaddır. Məsələn, 14-cü sualda baxın, bu mənfi nədir? Kosinus cüt funksiyadır, mənfini udur. Bu kosinus 330 dərəcədir. Amma sinus mənfini uda bilmir, tək funksiyadır. Mənfini qabağa atacaqsınız. Sinus 150 dərəcə yazacaqsınız. Sonra 330 və 150-ni çevirmə düsturundan həll edəcəksiniz. Məsələn, 330 360-a yaxındır. 360 çıx 30 yazacaqsınız. 150 məsələn 180-a yaxındır. 180 çıx 30 yazacaqsınız. Dediyim kimi tapacaqsınız cavablarını. Məsələn, maraqlı bir sual var burada. 3-cü sual. Bu nə tər həll edərik? Uşaqlar, biz tangens 60-ı bilirik, bir də tangens 45-i bilirik, bir də tangens 30-u. Amma tangens 50 ilə tangens 40-ı bilmirik, düzdürmü? Bilmədiyimiz bucaqları çevirmə düsturundan eləyəcəyik. Mən tangens 50-nin yerinə tangens 90-40 yaza bilərəm də, çünki 50 eləyir. Və 90-da ad dəyişir, olur nə? Kotangens 40. 90-dan nəsə çıxanda saat istiqaməti əksiz deyənə düşür birinci rübə, birdə də hamısı müsbətdir. Onda mən tangens 50 yerinə kotangens 40 yazsam, biz də öyrənmişik, tangens alfa vur kotangens alfa 1 verir. Yəni, bunlar 1 verdi. Yerdə qalan dərəcələri zaten bilirik. Bunları da yerini qoyub hesablayacaq. Məsələn, burada bir sual var. Məsəl üçün 7-ci sual olsun. Və yaxud da 5 olsun. Birinci 5-i yazın. Baxın, sinus kvadrat 15. Ümumiyyətlə, yadda saxlayın. Sinusla kosinus, bir də tangenslə kotangens. Əgər bir-birini 90 dərəcədə tamamlayırsa, onlar bir-birinə bərabərdir. Məsələn, sinus 15 dərəcə çevirmə düsturuna görə təbii ki. Kosinus 75 dərəcədir. 90 çıx 15 yazdığımıza görə. Məsələn, tangens 20 dərəcə. Kotangens 70 dərəcədir. Yəni, tangenslə kotangensin və yaxud da sinusla kosinusun verilən bucaqlarının dərəcəsinin cəmi 90-dırsa, onlar bir-birinə bərabərdir. İndi baxırıq ki, burada 15-dir sinus. Sonra bir də burada sinus 75-dir, düzdürmü? Sinus 75-i mən
Belə yaza bilərəm də. Sinus 90 çıx 15. Düzdür? Yəni, qoy bunu başqa lövhədə yazdım, tam aydın olsun. Baxın, yazıram ki, sinus kvadrat 17 dərəcə. Üstəgəl sinus kvadrat 45 dərəcə. Üstəgəl sinus kvadrat 73 dərəcə. Tutaq ki, bunu yazıram. Bax, bu 17-yə dəymirəm. Bu 73-ü belə yazacağım. Sinus kvadrat 90 çıx 17. 90-da ad dəyişir olur kosinus kvadrat 17. Kvadrat deyən rübə baxmıram. Yazıram kosinus kvadrat 17 dərəcə. Üstəgəl sinus 45-də də alır kök 2 bölü 2. Sadəcə kvadrat deyəndə kvadrata qaldırır. Biz öyrənmişdik ki, keçən dərslərdə, eyniliklərdə sinus kvadrat alfa üstə kosinus kvadrat alfa bizə 1 verir. Buna 1 yazırıq. Üstəgəl bunu da kvadrata yüksəldirik, olur 2 bölü 4. O da ixtisar gedir 1 üstə 2-də 1, yəni 1,5. Məsələn, başqa bir suala baxaq. Tutaq ki, baxaq nəyə. 7-ci sualda da uşaqlar kosinus 245-i 270 çıx 25 yazsaz ad dəyişəcək olacaq sinus 25. Sadəcə bu düşür. 3-cü rübə 3-də kosinus mənfiliyinin qabağına mənfi atacaqsınız. Yəni cavab mənfi A olacaq. Məsələn, 8-ci suala baxaq. 8-də yazıb ki, tutaq ki, kosinus 136 dərəcə üstəgəl alfa böl sinus 46 dərəcə üstəgəl alfa. Uşaqlar, biz 136-nı belə yazarıq. Kosinus 90 dərəcə üstəgəl 46 dərəcə üstə alfa. Həqiqətən 90 üstə 46 gəndə 136 edir. Buna da dəymirəm. Elə bir ki, 46 üstə alfa bir x-dır da, elə düşünün. 90-da ad dəyişir olur sinus. 46 üstə alfaya dəymirəm. Və 90 üstə nəsə gələndə ikinci rübə düşür axı. Kosinus da ikinci rübdə mənfidir deyənə qabağına mənfi atırıq. Bunu da köçürdürük. Yuxarı aşağını ixtisar aparsaq cavab olur mənfi 1. Belə bir maraqlı sual. Başqa məsələn. Tutaq ki, burada nələr var? Bax, belə bir suallar var. Bu 12-ci sual tipi. Bayaq bunu demək istəyirdim. Bax, məsələn, görürsünüz qəribə bucaqlardır. Bax, kosinus 31, bir də sinus 59. Bu bucaqlar 31 və 59-un cəmi 90-sa, bunlar bir-birini 90-ı tamamlayırsa, bunlar bir-birinə bərabərdir. Yəni, bunlar ixtisar getdi. Sonra, məsələn, sinus 51, kosinus 39, bunlar da getdi. Eyni məntiqlə bunlar da gedəcək, bunlar da gedəcək, bunlar da gedəcək. Yəni, hamısı gedəcək, cavab olacaq 1. A variantı. Eyni məntiqlə bu bir suallarda yazmaq olar. Şimdi başqa nə var burada? Məsələn, 19-cu suala baxın. Deyir, alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqların cəmi nə olur? 180 dərəcə olur. Gəlin onu yazaq. Məsələn, 19-cu sual. Deməli, alfa ilə betanın cəmi 180-dir. Çünki qonşu bucaqlardır. Bizə deyir ki, sinus alfa 3-də 1-dirsə, sinus betanı tap. Uşaqlar, buradan betanı tapsaq, beta olacaq 180 çıx alfa. Aparıb yerinə qoysaq, deməli yazsaq, sinus betanı yəni yazsaq, sinus 180 çıx alfa. 180-də ad dəyişmir, olur sinus alfa. Və 180-dən çıxanda düşürəm ikinci rübə, saat istiqaməti daxil. İkinci rübədə sinus onsuz da müsbət deyənə müsbət sinus alfa olacaq. Sinus alfa da 3-də 1 deyənə cavab olacaq 3-də 1. Belə, yəni çevirmə düsturlarından çox rahatlıqla tapa bilərik. Amma məsələn, belə bir sual var, bir də 36-cı sual. Gəlin onu yazmağa çalışaq. Da nə deyir? Deyir ki, kotanyes 3 pi böl 2 çıx alfa üstəgəl kotanyes alfa bərabərdirsə 5-ə. Tangens kvadrat üstə kotanyes kvadrat alfanı tap. 3 pi böl 2 270-dir. 270-də ad dəyişir, kotanyes olur tangens alfa və 3 pi böl 2 270-dir. Çıxanda düşürəm 3-cü rübə, ona görə 3-də də kotangesdə, müsbəti tangesdə. Rahat müsbət yaza bilərik. Üstə gəl kotangesə dəymirik, bu kotangesə. Bərabərdir 5. Bu ifadədən bunu almaq üçün hər tərəfi kvadrata yüksəldirəm.
Baxın, belə yazacağım. Bunu da kvarta yüksəldirəm, bunu da. Müxtəsər kimi açıram. Birincinin kvadratı, üstə gəl ikincinin kvartı, üstə gəl 2 vur onların hasili. Biz də eyniliklərdə öyrənmişik axı, tangens alfa 1, kotangens alfa 1 verir bizə. Bu da bərabərdir 25. 5-in kvartı 25. Bunu axtarırıq da biz. Buna bir x desək, üstə gəl 2 bərabərdir 25. Buradan da x tapmaq üçün 25-dən 2 çıxıram, 23. Axtardığım cavab 23 olur. Belə bir gözəl sual imtahana düşə bilər. Başqa nə var burada? Bunlar hamısı rahatlıqla həll olunması misallardır. Baxın, məsələn, belə sualları demişdim sizə. Böyük bucaqlarda 360-a bölün qalığı yazın və tangens tək funksiya deyilən mənfini birinci qabağa atın, sonra əldə edin. Məsələn, burada, bayaq dediyim kimi. Baxın, bunu da həll edeyim, bu da maraqlı sualdır. 55, bax. Sinus 1, kosinus 89. 90-da bir-birini tamamlayır deyənə, özdə biri müsbətdə, biri mənfi. Getdilər. Sonra bundan bu gedəcək, bundan bu birisi gedəcək, hamısı gedəcək. Bir dənə 90 tək qalacaq. Çünki 90-ın tamamladığı 0 dərəcə falan yoxdur. Sinus da 90-da alır 1, yəni Y variantı. Gəlin bir dənə sizin üçün trapesiya sualı yazım. Bir də 72 yazacağım. 72, 73 də yazacağım. Bu videonu dayandıracağım. 72 və 73. Nisbətən çətin suallarda sizin üçün yazmaq istəyirəm. Əvvəlcə 72-ni yazıram. Sual belədir. Deməli yazılıb ki, alfa üstə gəl beta bölü 4. Və bizə deyir ki, kotan 8 alfa üstə 9 beta vur sinus 4 alfa üstə 5 betanı hesablayın. Aha, nə edəcəyik burada biz? Nə edə bilərik? Gəlin belə bir şeylə. Gəlin buradan alfanı tapmağa çalışaq. Alfa nədir burada? Pi bölü 4 çıx betadır. Aparaq bu alfanı, bax bunu, ya bu alfa da, aparaq buradakı alfa və buradakı alfanın yerinə qoyaq. Görək nə olur. Olacaq deməli, kotangens 8 vur pi bölü 4 çıx beta üstə gəl 9 beta vur sinus 4 vur, yenə alfa yerinə qoyuram, olur pi bölü 4 çıx beta üstə 5 beta. Aha. İndi bunu vurub atsam, olacaq kotangens deməli 2 pi çıx 8 beta üstə 9 beta vur sinus, bunu vurub atsam olacaq pi çıx 4 beta üstə 5 beta. Düzdürmü? İndi bunu da hesablasaq olacaq kotangens 2 pi üstə beta vur sinus pi üstə beta. Uşaqlar 2 pi 360-da ad dəyişmir, olur kotangens beta. Və 360-ın üstünə nəsə gələndə düşür birinci rübə, birdə də hamısı müsbətdir, rahat yaza bilərəm. Vur. Pi-də də ad dəyişmir, olur sinus beta və pi-nin üstünə gələndə artıq 3-cü rübə düşür, axı 180-ın üstünə nəsə gələndə. 3-cü rübədə sinus mənfi deyənə mənfini atıram lap qabağa. Baxın, belə bir şey yazdım. Sonra nə edirik? Kotangens mənfi qalsın. Kotangens bilirik ki, kosinus böl sinusdur. Burada bir sinus var yanında. Bunlar da gedir, cavab olur mənfi kosinus beta, yəni B variantı. Çox maraqlı sualdır. Düşə bilər. Gəlin indi yazaq 73-cü trapesiya sualı. Trapesiyada uşaqların yaralı yeridir. 73. Belə bir düzbucaqlı trapesiya verilib. Bura 90 dərəcədir. B, C, A və D. Uşaqlar yazıb ki, ABCD trapesiyasında A bucağı B bucağına bərabərdir və 90 dərəcədir. AD 16-dır. AB 5-dir. BC 4-dür. Bizdən istəyir kosinus bucaq C-ni tapmağımızı. Nə edəcəyik biz burada? Kosinus bucaq C-ni tapmaq üçün nə edəcəyik? Biz C-ni tapmaqdansa birinci gəlin D-ni tapaq. D-yə bir alfa deyək. Biz bilirik axı, trapesiyada yan tərəfə bitişik bucaqların cəmi 180-dir axı. Bura alfa desək, bura nə deməliyik? 180 çıx alfa deməliyik. Biz alfanı tapsaq, 180 çıx alfanı asanlığından taparıq. İndi nə edəcəyik? Buradan bir hündürlüyə indiririk. Bura alfa oldu mu? 5-dirsə burada 5-dir, qarşı tərəflər bərabərdir.
Bu 4-dürsə, bu da 4-dür qarşı tərəflərə görə. Onda hamısı 16 deyənə bax bura düşür. 16 çıx 4-dən 12. Pifaqordan buranda 13 taparıq. Kosinus da bilirik ki, bitişik qatetin hipotenuza nisbətidir. Yəni 12-nin deməli kosinus bucaq deyil, 12-nin 13-ə nisbətidir. Aha, bizdən amma C-ni istirdi. Dedi ki, bucaq C-də 180 çıx alfadır da. Biz buna alfa demişdik, kosinus alfa. Aha, onda biz kosinus 180 çıx alfanı tapırıq da, elə bilin ki. Ad dəyişmir, olur kosinus alfa, amma ikinci rübə düşür, yəni mənfi atırıq qabağına. Yəni cavab olur mənfi 12, 13-də 12. Belə bir şey. Maraqlı sualdır, Y variantı. Və s. Yəni beləsinə işləmək olur sualları. Digərlərində inşallah ki, dərsdə izah edəcəm. Bu qədər. Videoya yəni baxandan sonra nəyə başa düşməsəniz, bir də təkrarən baxın, sonra tapşırıqlar işləyin. Növbəti videoda toplama düsturları, nə bilim, cəmin hasilə çevrilməsi falan bu düsturları öyrədəcəm sizə. Sonra da trigonometrik tənlikləri. Sağ olun.